Allahın adı ilə başlayacağam. Vicdanı, qeyrəti və qəlbində Allah mərhəməti olan hər bir kəs bu videonu axıra kimi izləsin. Dəfələrlə və sayını da deyirəm, 26 dəfə əməliyyat olub. Ən az əməliyyatı 1 saat, ən uzun əməliyyatı 1 sütqə olub. İnciməsin məndən, Ceyhun məndən xahiş eləməyib. Sadəcə mənim vicdanımı götürmür ki, Ceyhun qardaşımın sağlamlıq durumu yerində deyil. İncimə məndən, baxın, içalatı yoxdur. Tam göstərə bilmirik çünki TikToka uyğun deyil. Ceyhun subay oğlandır və arzuları var, hər bir kəs kimi və nişanlıdır. Ceyhun da ailə qurmaq istəyir, ata olmaq istəyir və balalarını sağlam canla böyütmək istəyir. Qəlbində Allah sevgisi olan bizim qeyrətli Azərbaycan oğulları, qeyrətli Azərbaycan xanımları Ceyhun qardaşımıza dəstək olaq. Diqqətinizə görə minnətdarım.